Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın İSYAM Dableyev Hava Tərəqqatları Mərkəzinin eyni zamanda Alman Hava Tərəqqatları Mərkəzinin modellərinin birləşdirilmiş məlumatlarını təhlillərlə tanış oluruq. Bu görüntülər xüsusilə də iki ultra dəqiq modellərin birləşdirilmiş ən son təhlillərini bizə göstərir. May ayının xüsusilə də 16-sından 17-sinə keçən gecə 17 may gün ərzində Xəzər dənizi ərazisində region üçün xarakterik olmayan ciddi və çox xəstəli bir topa yağış buludlarının və supersel buludların aktiv inkişafı üçün münbir sinoptik şəraitin yaranması gözlənir. Mayın 16-sından 17-sinə keçən gecə saatlarında əvvəlcə Cəllabad, Masallı, Lənkəran, Assalı, Yarıma və Lerik eyni zamanda mərkəzi aranın cənub-şərqində Beyləqan, Saatlı, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar eyni zamanda Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamax, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda və Bakı, Abşeron, Sumqayıtın əvvəlcə qərb ərazilərində hava şəraitinin kəskin dəyişilməsi, arabir şimşək çaxması, yağış yağması və yağıntıların lokal qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması, çaylarda sululuğun kəskin artması gözlənir. Mayın artıq 17-sinə keçən gecə 17 may günün birinci yarısında bu sistem hər 2 saat daha da güclənəcək. Nəticədə Araz çay vadisində şiddətli yağışlar nəticəsində Araz çayında suyun səviyyəsinin kəskin artması və Biləsuvar ərazisində bəzi ərazilərdə su basmanın baş verməsi ehtimalları var. Bu riski də nəzərə almaq lazımdır. Mayın 17-si səhər saatlarında artıq bu sistem Bakı, Abşeron, Sumqayıt arasına doğru daxil olacaq. Yəni ümumilikdə bu sistem çox xəstəli sistemdir. Yəni lokal bir topa yağış buludlarının inkişafı ilə bərabər çox xəstəli, geniş ərazilərə yayılan bir topa yağış buludlarının sistematik inkişafı gözlənilir. Bu da supersel buludlarının aktiv inkişafına səbəb ola bilər. Ümumilikdə bu risk yüksək qiymətləndirilir. Supersel buludları artıq dünya praktikasında xüsusi təhlükəli hidrometeoroloji proseslərə səbəb olması gözlənilən bir risk qrupuna aiddir. Mayın 17-si səhər saatlarında bu sistem daha da güclənəcək və Xəzər dənizi ərazisində gördüyünüz kimi kifayət qədər güclənəcək və artıq Xəzər dənizinə yaxın şərq rayonlarında Böyük Qafqazın şimal-şərqindən başlayan proses artıq Böyük Qafqazın Quba, Qusar, Xasmaz, Kabran, Xızı, Siyəzan, Dağlıq Şirvanda, eyni zamanda mərkəzi aranın Beyləqan, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəllabad, Masallı, Lənkəran, Astıra, Yarıma və Lerik ərazisində yağıntılar artıq lokal, hətta şiddətli yağacaq, dolu yağacaq və dolunun diametrinin də iri dənəli yağması gözlənilir. Artıq Bakı, Abşeron, Sumqayıt arasında da mayın 17 günün birinci yarısında prosesin tədricən güclənməsi, mayın 17-si artıq gündüz saatlarına doğru Alman modelləri siqnalları verir ki, Bakıda da yağışın qısa müddətli intensiv və güclü olması ehtimalları var. Bakıya iki ayrı hava axınlarının təsirləri gözlənilir. Həm Xəzər dənizinin cənubundan yağıntı sistemləri Abşeron arasına doğru daşınacaq, həm də Xəzərin şimalından, şimal-şərqindən Bakı, Abşeron, Sumqayıt arasına doğru yağıntı sistemləri daşınacaq. Bu prosesin təsirindən Bakıda hava şəraitində qəfil dəyişiklik ehtimalları var. Yəni qəfil dəyişiklik o deməkdir ki, yarım saat ola və gün çıxsın və ani olaraq topa yağış buludları gəlib ərazidən keçsin və qısa müddətli şiddətli yağışlar yağsın, hətta lokal dolu ehtimalları da var. Rəsmi məlumatlarda dolu ehtimalları çox zəif bir ehtimal olaraq qeyd edilsə də, artıq iqlim dəyişikliyi nəticəsində qlobal modellərin göstərmədiyi və yaxud da zəif göstərdiyi sistemlər belə real zaman ərzində birbaşa olaraq həmin dövrdə, həmin saatlarda, həmin dəqiqələrdə baş verən real sinoptik şərait nəticəsində formalaşması gözlənilən, yüksək risk olaraq gözlənilən supersel buludların təsirindən artıq dolunun diametrinin kifayət iri dənəli yağması ehtimalları da var. Yəni bu riski də nəzərə almaq lazımdır. Mayın 17 gün ərzində artıq ən böyük risk Böyük Qafqazın şimal-şərqində, Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyəzəndə və Abşeron arasında da müşahidə edilə bilər. Mayın 17 gün ərzində ən son dəqiqə məlumatlar haqqında kanalda yeni qısa və uzun videolar yayınlanacaq. Birbaşa pej bərabər görüntülərin məlumatların təhlilləri əsasında kanalda yenilənmiş məlumatlar tez-tez təkrarlanacaq, yayınlanacaq. Ümumilikdə artıq mayın 17-si hətta axşam saatlarına doğru Bakı, Abşeron, Sumqayıtın şimalında
başdan təqribən 40-50 km şimalda Xəzər dənizi arasında ciddi bir sistemin formalaşması gözlənir. Bu artıq supersel sistemidir. Aprelin 14-də bu proses nəticəsində Bakıya lokal dolu yağmışdı. Mayın 17-si artıq gün ərzində və axşama doğru bu proses Abşeronda ciddi bir dolu proseslərinə səbəb ola bilər. Prosesin şimaldan Bakı arasında dolu daxil olması ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Ümumilikdə ən son təhlillər haqqında kanalda son dəqiqə məlumatları qısa və uzun videolar vasitəsilə təcili olaraq kanalda yayınlanacaq. Avropanın Meteosat qlobal peyk sistemlərinin, xüsusilə də Orta Şərq ölkələrindəki peyk məlumatlarının təhlilləri bu siqnalları verir ki, hazırda Qafqaz ərazisində faktiki olaraq hava şəraitinin kəskin dəyişilməsi müşahidə edilir və yaxın saatlarda bu proses daha da güclənəcək. Mayın 17-sinə keçən gecə, 17 gün ərzində bu prosesin ən pis dövrü gözlənilir. Ümumilikdə qeyri-sabit hava şəraiti may ayının 3-cü 10 günlüyündə də tez-tez təkrarlanacaq. Mayın 24-nə qədər bu proses davam edəcək. Mayın artıq sonlarına doğru isə bu prosesin yenidən təkrarlanması ehtimalları var. Hazırda topa yağış buludlarının Qafqaz ərazisində aktiv inkişafı müşahidə edilir. Hətta Xəzər dənizindən də bu sistemin Abşeron arasına doğru yaxınlaşması riskləri var. Bu barədə ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatları yayınlanacaq. Peyk məlumatlarına əlavə birbaşa peyk radar məlumatlarına da biz nəzər salanda bunu görürük ki, artıq kifayət qədər ciddi bir şəkildə topa yağış buludlarının intensiv inkişafı müşahidə edilir. Və bu sistemlər Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvan, Dağlıq rayonlarında, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qalx, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmazda, hətta mərkəzi aranın Beyləqan, Zərdab, Ağzəbədi, Yevlax, Kürdəm, İmişli, Sabirabad, Saat, Saran, Neftçala, Biləsuvar və Cəlilabad, Masallı, Lənkəm, Aslara, Yağmur və Leylik və Abşeronun qərb ərazilərində də aktiv inkişafı qeydə alınır və bu proses yaxın saatlarda daha da güclənəcək. May ayının 16-sından 17-sinə keçən gecə artıq bu sistemin tədricən Bakı ərazisinin yaxınlaşması ehtimalları var. Artıq yağışın yağması startı may ayının 17-ci günün birinci yarısında başda müşahidə ediləcək. Mayın artıq 17-ci gündüz və axşama doğrusu isə bu prosesin daha da güclənməsi ehtimalları var. Bu vizuallaşdırılmış görüntülərdə tünd rənglər artıq ciddi bir ildırım şimşək dolu proseslərini göstərir və bu sistemlər hazırda Böyük Qafqaz ərazisində aktiv inkişaf edir. Bu da ərazidə kəskin hava şəraitinin yaxın saatlarda da güclənməsi siqnallarını göstərir. Dünyanın aparıcı hava təhlil mərkəzlərindən biri olan Avropanın İCMWF hava tədqiqatları mərkəzinin superkomputer modelləri bu siqnalları verir ki, ümumilikdə may ayının sonlarına qədər olan müddət ərzində troposferin orta qatlarındakı siklon və antisiklonlar ümumi gedişi nəticəsində Qafqaz ərazisində hava şəraitində tez dəyişiklik gözlənir. Yəni Mərkəzi Asiyanın daxil olması gözlənilən antisiklonun sol qolunun və Avropadakı siklonların sağ qolunun təsiri altında olacaq Qafqaz ərazisi. Bu da o deməkdir ki, Qafqaz ərazisində hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişilməsi gözlənir. Ümumilikdə bu tendensiya artıq may ayının 3-cü 10 günün sonlarına doğru Rusiyanın qərbindəki antisiklonun da aktiv inkişafına səbəb olacaq. Hətta Avropanın mərkəzində və Rusiyanın qərbindəki antisiklonlar birləşəcək. Lakin Türkiyə ərazisində və Qara dəniz ərazisində, Qafqazda isə atmosfer təzyiqində azalma fonunda artıq yağıntıların yenidən artması ehtimalları var. Yəni may ayının sonlarına doğru Avropada hava temperaturunda artım ehtimalları var. Bu prosesə səbəb ciddi bir antisiklonik bloklama nəticəsində Avropa arasında hava temperaturunda artım ehtimalları artacaq. Lakin Rusiyanın qərbindən isə mövsüm xarakterik olmayan nisbətən sərin havanın tez-tez Qafqaz ərazisinə doğru daxil olması ehtimalları var. Biz tam mart ayından dəfələrlə kanalda bildirmişik ki, 2026-cı ilin iyun ayının ortalarına qədər olan müddət ərzində Azərbaycanda uzunmüddətli bir istilik dalğasının baş verməsi ehtimalı yoxdur. Bir-iki günlük istiliyin olması o deməkdir ki, yay fəsli daxil oldu. Artıq xüsusilə də Qafqaz ərazisi, Xəzər ölkələri Super El Niño dövründən xas olan bir şəkildə 2026-cı ilin iyun, iyul, avqust aylarında da tez-tez dəyişən hava şəraitinin təsiri altında olacaq. Çünki Avropa arasında bu bloklanmanın artması və Qafqazda da siklonların artması nəticəsində
Yəni Azərbaycan ərazisi həm antitsiklonların, həm də siklonların kəsişdiyi ərazidə yerləşəcək. Bu da hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişməsi səbəb olacaq. May ayının ümumilikdə ikinci 10 gününün sonlarına doğru və üçüncü 10 günün sonlarına qədər olan müddət ərzində Qara dənizdən və Xəzər ərazisindən daşınan rütubətli hava axınlarının orta troposferdə toqquşması və bu da topa yağış buludları və supersel buludların aktiv inkişafı üçün münbit sinoptik şəraitin tez-tez təkrarlanması mənasına gəlir. Nəticədə Azərbaycan ərazisindəki yağıntılarda artma ehtimalları var. Çaylarda suluğun artması və sel daşqın su basmanın da artması ehtimalları var. Bu proseslər hətta Abşeron ərazisinə də ciddi təsir edə bilər. Bunun üçün də qlobal modellərdə göstərilən ən zəif bir siqnallar real zaman ərzində güclənə bilər. Bunun üçün də birbaşa page və real məlumatların təlləri əsasında yenilənmiş məlumatlar kanalda yayımlanacaq. May ayının sonlarında ciddi bir dəyişiklik gözləniləcək Azərbaycan ərazisində, çünki Avropa arasında bloklanma olacaq və Rusiyanın qərbindən də mövsüm xarakterli olmayan soyuq havanın Qafqaz ərazisindən tez-tez müdaxiləsi ehtimalları var. Avropanın İCMWF hava təhlükələri mərkəzinin yağıntı parametrlərinin son analizləri bu siqnalları verir ki, may ayının 17-si və 18-sində Xəzər dənizinin şimal və mərkəzi hissələrində orta troposferdə atmosfer təzyiq edə bir xeyli azalma fonunda ekstratropik və subtropik tipli siklon sisteminin ərazidə aktiv inkişafı gözlənilir. Bu sistemin təsirindən Abşeron ərazisindəki proses artıq ciddi nəticələr verəcək. Mayın 17-si əvvəlcə günün birinci yarısında Xəzər dənizinin cənubundan daşınan rütubətli və yağıntılı buludlar, topa yağış buludları, laylı yağış buludları və hətta lokal supersel buludlar Abşeron arasına doğru yaxınlaşacaq. Və artıq bu sistem mayın 17-si gündüz saatlarına doğru bir qədər güclənəcək. Bu da Bakıda yağıntıların lokal xarakterli güclü olmasına, hətta dolu yağmasına səbəb olması ehtimalları var. Kanalda dəfələrlə biz bildirmişik ki, qlobal modellər dolu siqnallarını verməsə də, qlobal modellər bu siqnalları zəif göstərsə də, real zaman ərzində bu proseslər anidən güclənə bilir. Bunun üçün də ən son təllər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Yəni mən dolu yağma riskini gözləyirəm Abşeronda. Bu risklər var. Ümumilikdə may ayının artıq 17-si gündüz saatlarında Abşeron arasındakı sistem kifayət qədər güclü olacaq. Mayın 17-si hətta axşama doğru bu sistem bir qədər də güclənə bilər. Çünki artıq bu Xəzərdəki sistem kifayət qədər hər ikisindən saat güclənəcək. Hətta bu pech görüntülərinə biz baxanda biz mayın 17-sində canlı olaraq bunu görəcəyik ki, buludlar sanki məzədə mənada partlayacaq. Bu o deməkdir ki, istilik sürətlə yuxarı qalxır, vakuum əmələ gəlir və bu vakuum nəticəsində şiddətli topa yağış buludları formalaşır və bu da buludun orta və yuxarı qatlarında buludun su damcılarının donması nəticəsində dolu yağmasına və dolunun hətta iri dənəli yağmasına səbəb ola bilər. Yəni bu riskləri nəzərə almaq lazımdır. May ayının 18-si axşama doğru yağıntı qısa müddətə kəsilsə də mayın 19-u yenidən Qafqaz arasında hava şəraitinin kəskin dəyişilməsi, hətta Bakıda yenidən şimşək çaxması ehtimalları var. May ayının 19 axşama doğru 20-sində yenə də Azərbaycan rayonlarında hava şəraiti tez-tez dəyişiləcək. Mayın 21-i və 22-sində də qısa fasilədən sonra may ayının 21-i axşama doğru və 22-sində də Qafqazda hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalları var. Hətta bu sistemin Xəzərdən yenə də Abşeron, Bakı, Sumqayıt və Bakı nəqliyyat qəsəbələrinə daxil olması gözlənilir. Bizim kanalımız təkcə gündəlik hava məlumatları vermir, həm uzun müddətli məlumatları verir, həm də qlobal modellərin göstərmədiyi ciddi sistemlərin qısa müddətdə güclənməsi nəticəsində artıq gözlənilən bu təbii hadisələrin zərərlərini azaltmaq üçün birbaşa page və radar məlumatların təlləri əsasında qısa videolar da artıq kanalda yayımlanacaq və bu işlər davam edəcək. Ümumilikdə kanalımızda artıq yüksək dəqiqlikli hava tədqiqatları mərkəzlərinin ən son modellərindən istifadə olunur. Yəni Avropanın artıq İCMWF hava tədqiqatları mərkəzinin superkompüter modellərinin, yəni artıq bu ciddi inkişaf edən ən son 2026 versiyası olan ən son modellərdən istifadə olunur. Bu modellər də artıq digər kanallardan fərqli olaraq, hətta mən deyərdim ki, hava qurumlarının da təqdim etdiyi hava məlumatlarından daha ciddi, daha dəqiq, daha etibarlı məlumatlar bizim kanalımızda yayınlanır və yayınlanacaq bundan sonra da artıq bu işlər daha da gücləndiriləcək. Çünki bizim yolumuz inkişaf yoludur və biz artıq hər gün daha yeni
modellərindən istifadə edirik və bu da mobil telefonların göstərmədiyi, bir sıra proqramların göstərmədiyi ciddi və lokal, qəfil dəyişən hava şəraiti haqqında siqnalları, məlumatları biz təhlil edəcəyik və bu məlumatları izləyicilərlə bölüşəcəyik. Yəni bizim kanalımızın digər kanallarından fərqi odur ki, hazır məlumatları oxumuruq, hazır məlumatları istinad etmirik, özümüz hazırlayırıq və özümüz ən son təhlilləri sizin diqqətinizə çatdırırıq. Yəni bu məlumatlar ümumilikdə bir çox kanallar bu məlumatları versə də bizim fərqimiz odur ki, daha dəqiq və ultra dəqiq modellərdən istifadə edirik. Həm də ki, hazır mətnlərdən artıq şablon şəklində istifadə etməyin bir mənası da yoxdur. Artıq YouTube-da bir sıra belə kanallar var ki, hazır məlumatlar durub oxuyurlar. Bu artıq cığallıqdır. Əsas odur ki, özünüz bu işi görəsiniz və həm bunu zövqlə təhlil edirik, həm də ki, bu məlumatları ən son olaraq sizə çatdırırıq, ən son dəqiq məlumatları. Və bu barədə artıq yenilənmiş məlumatların təlləri əsasında kanalda yeni videolar yayınlanacaq. Avropanın İlçamda Ableyev Hava Qatarı Mərkəzinin model proqramlarının ən son təllərinə əsasən may ayının 16-sından 17-sinə keçən gecə saatlarında şiddətli yağışlar nəticəsində Araz çayında sulluğun kəskin artması ehtimalları var. Bu da Biləsuvar rayonunda bəzi ərazilərdə su basmaya səbəb ola bilər. Yəni bu riski nəzərə almaq lazımdır. Ümumilikdə may ayının 17-si artıq günün birinci yarısından başlayaraq bu sistemlər tədricən Xəzər dənizindən Bakı, Abşeron, Sumqayıt arasına doğru yaxınlaşacaq. Yəni bu sistemləri biz diqqətlə analiz edəndə görürük ki, kifayət qədər intensiv bir topa yağış buludlarının ciddi şəkildə güclənməsi ehtimalları var və may ayının 17-si bu sistemin ən çox da Azərbaycanın şərq rayonlarında, yəni mərkəzi Aranın cənub-şərqində, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Asfalı, Yağmur və Lerik, Böyük Qafqazın şimal-şərqində, Quba, Qusar, Xaçmaz, Çabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda və artıq mayın 17-ci günorta saatlarına doğru isə Bakı, Abşeron, Sumqayıt arasında hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Hətta Xəzər dənizində ciddi bir supersel buludların aktiv inkişafı ehtimalları var. Xəzər dənizinin həm cənubunda, həm də şimalında ciddi bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir. Bu da Bakıda hava şəraitinin qəfil dəyişməsinə, hətta şiddətli yağış və dolu yağmasına belə səbəb ola bilər. Bu riskləri nəzərə almaq lazımdır və ən son tədbirlər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Mayın 17-si artıq axşama doğru bu sistem Xəzərin cənubundan Xəzərin şimal və mərkəzi rayonlarına doğru yayılacaq. Mayın 17-si axşama doğru Xəzər dənizinin şimal və mərkəzi rayonlarında Azərbaycan sektoruna yaxın olan ərazilərdə yenidən sistemin güclənməsi ehtimalları var. Bu da Bakıda yağışın may ayının 17-si axşama doğru yenidən güclənməsi ehtimallarını artırır. May ayının 17-si artıq axşama doğru Böyük Qafqazın şimal-şərqində yenə də şiddətli yağış yağa bilər. Çünki bu sistem daha çox Azərbaycanın şimal-şərq rayonlarına doğru yaxınlaşacaq. Mayın 17-sindən 18-dən keçən gecə Abşeronda hələ də leysan riski davam edəcək. Mayın 18-i səhər saatlarında Bakıda yağış yağa bilər. Mayın 18-dən artıq günorta saatlarına doğru isə hava şəraiti nisbətən sabitləşəcək. Lakin bu qısa müddətli olacaq, aldadıcı olacaq. Mayın 18-si axşama doğru yenidən Böyük Qafqazda, Dağlıq Şirvanda, Kiçik Qafqazda və Naxçıvanda, eyni zamanda Cəlilabad aşağıda yağışların yenidən güclənməsi gözlənilir. Mayın 18-dən 19-dan keçən gecə Azərbaycan arasında hava şəraitinin yenidən qeyri-sabit keçməsi, hətta Abşeronun şimalından növbəti supersel buludlarının mayın 18-si axşama doğru keçməsi ehtimalları var və Bakıda da yenidən hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Artıq bu barədə ən son tədbirlər haqqında birbaşa PH və radar məlumatların tədbirləri kanalda yayınlanacaq. Mayın 18-si axşama doğru 18-dən 19-dan keçən gecə Azərbaycan rayonlarında leysanlar davam edəcək. Bu barədə son tədbirlər yayınlanacaq. Mayın 18-dən 19-dan keçən gecə Dağlıq Şirvanda leysan riski davam edəcək. Mayın 19-u günün birinci yarısında 19 səhər saatlarında yenidən növbəti sistem Azərbaycan arasına doğru yaxınlaşacaq ki, bu da hava şəraitinin gündüz saatlarında yenidən dəyişilməsinə səbəb olacaq. May ayının artıq 19-u gündüz yenə də Abşeronda yağışlar yağa bilər. Kiçik Qafqazda, Naxçıvanda, Cəlilabad aşağıda və Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda, Xızı, Siyəzəndə yenidən leysan yağacaq, şimşək çaxacaq. Mayın 19 axşama doğru bu proses bir qədər səngisə də Naxçıvanda yağışlar davam edəcək. Mayın 20-si 19-dan 28 gecə Xəzər dənizində
yenidən növbəti sistemin formalaşması ehtimalları var. Bu Bakıda daxil ola bilər və bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Mayın 20-si artıq axşam saatlarına doğru yenidən dağlıq ərazidə yağış yağacaq, şimşək çaxacaq. Mayın 20-sindən 21-nə keçən gecə yenidən artıq Naxçıvanda, Gəncə, Qazaxda, Kiçik Qafqazda hava şəraiti dəyişiləcək. Mayın 21-i gündüz saatlarında yenidən Azərbaycan əksər rayonlarında şimşək çaxacaq, yağış yağacaq və yağıntılar leysan xarakterli, intensiv və güclü ola bilər. Mayın 21-i artıq axşama doğru bu sistem Azərbaycan əksər rayonlarını əhatə edəcək. Mayın 21-dən 22-sinə keçən gecə mərkəzi Aranda və Gəncə, Qazaxda, Böyük Qafqazda yağıntılar şiddətli ola bilər, dolu yağa bilər. Mayın 22-sinə keçən gecə kifayət qədər ciddi bir su basma ehtimalları var Gəncə, Qazaxda və Kiçik Qafqazda. Mayın 22-si səhər saatlarında bu sistemin Bakıya daxil olması ehtimalları var. Mayın 22-si artıq günorta saatlarında Azərbaycan əksər rayonlarında hava şəraiti yenidən kəskin dəyişiləcək. Bu proseslər səbəb isə topa yağış buludlarının ciddi inkişafı üçün münbit sinoptik şəraiti yaranması gözlənilir. Mayın 22-si axşama doğru bu proses nisbətən zəifləşsə də bu aldadıcı olacaq. Mayın 23-də yenidən gündüz saatlarında Dağlıq Şirvanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda və Cəlilabad rayonlarında, hətta Abşeronun qərb rayonlarında şimşək çaxması, yağış yağması ehtimalları var. Mayın 23-cü axşama doğru bu proses zəifləyəcək. Mayın 24-ü artıq günorta saatlarında yenidən dağlarda lokal yağış yağması ehtimalı var. Hətta mayın 24-dən 25-ini keçən gecə Gəncə, Qazaxda, Mingəçevirdə və Balakən, Zaqatala, Qax, Şəki rayonlarında şimşək çaxması, leysan yağması, dolu yağması ehtimalları var. Mayın 25-i səhər saatlarında Azərbaycan rayonlarında hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənilir. May ayının 25-i artıq may ayının 25-də 26-sına keçən gecə bu proses nisbətən zəifləşsə də may ayının 25-də yenə də Abşeron arasına doğru bir sistemin daxil olması ehtimalları var. Artıq bu qlobal modellər də bu siqnalları üst-üstə göstərir ki, biz də əvvəlcədən bildirmişdik ki, kanalda may ayının sonlarında da hava şəraitinin tez dəyişilməsi ehtimalları var. Bu barədə ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Coğrafiya kitabında yazılan məlumatlar tamamilə yanlışdır. Xəzər dənizi ərazicə kiçik olsa da Xəzər dənizində formalaşan hava axınları okeanlarda formalaşan hava axınlarına, hava kütlələrinə yaxın bir sistemlərdir. Hətta Xəzər dənizi ərazicə kiçik olsa da burada supersel tipli, ciddi, dağıdıcı hava axınlarının, hava kütlələrinin formalaşması riskləri əvvəl dövrdə çox az olurdu. Artıq iqlim dəyişikliyi nəticəsində bu risklər hər keçən ay daha da artacaq. Ümumilikdə artıq bu bəzi məlumatlar var ki, Azərbaycanda tornado, qasırğa və yaxud da iri dənə dolu, burulğan ola bilməz. Bu tamamilə yanlış bir məlumatdır, qədim söhbətlərdir. Hətta mən deyərdim ki, bu qeyri-elmi bir yanaşmadır. Azərbaycanda, Azərbaycanın bir çox rayonlarında, Bakıda və Xəzər dənizinə yaxınlaşan şəhər rayonlarında tornado qasırğalarının və burulğanların baş verməsi ehtimalları yaxın gələcəkdə daha da artacaq və bu risklər gün sabahda ola bilər. Çünki Xəzər dənizində artıq iqlim dəyişikliyi nəticəsində kifayət qədər ciddi bir risklər artmaqdadır. Dənizdəki su temperaturlarının artması artıq bu topa yağış buludlarının anidən güclənməsinə, həm də ki bu şimaldan daxil olan, mövsüm xarakterli olan soyuq hava ilə isti havanın Qafqaza toqquşması artıq ani bir dəyişikliklərə, buludların ciddi qəfil inkişafına və bu proseslər nəticəsi olaraq da dünya praktikasında artıq bu sistemlərin inkişafı nəticəsində iri dənəli dolu yağıntıları, tornado, burulğan, qasırğa proseslərin lokal xarakterli dağıdıcı hadisələrə səbəb olması ehtimalları var. Yəni rəsmi məlumatlarda bu barədə geniş məlumatlar verilməsə də, faktiki olaraq iqlim dəyişikliyi nəticəsində Azərbaycanda artıq tornado qasırğalarının real zaman ərzində yaxın gələcəkdə baş verməsi ehtimalları, riskləri yüksək qiymətləndirilir. Hazırki real sinoptik şərait onu göstərir ki, Xəzər dənizində hazırda ciddi bulud sistemləri formalaşır və bu Abşeron arasına doğru yaxın günlərdə yaxınlaşa bilər. Və bu barədə may ayının 17-sində birbaşa PH və radar məlumatlarının ən son təhlilləri haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.